Salam. Heç evinizdəki havanı dəyişmək, oranı daha rahat bir məkana çevirmək istəmisiniz, amma böyük təmirə, bahalı mebellərə pul xərcləmədən. Elə isə sizə bir sir verim. Cavab başınızın üstündə, işıqlardadır. Bəli, bugün biz sadəcə işığın gücündən istifadə edərək istənilən otağı necə tamamilə dəyişə biləcəyinizdən danışacağıq. Gəlin evinizin bu gizli potensialını birlikdə kəşf edək. Heç olubmu ki, otağa daxil olursunuz, hər şey yerli yerindədir, amma nəsə çatmır. O istədiyiniz rahatlıq, o istilik hissi yoxdur. Sanki atmosfer soyuqdur. Yəqin ki, bu hiss sizə də tanışdır, elə deyilmi? Hə, bax bu problemin cavabı çox vaxt heç ağlımıza da gəlməyən bir yerdə gizlənir, işıqlandırmada. Bəli, otağın bütün ruhunu, aurasını yaradan və ya tamamilə məhv edən məhz işığın özüdür. Bu, sadəcə düyməni basıb lampanı yandırmaq deyil, bu əsl hiss yaratmaq sənətidir və bugün biz bu sənətin sirlərini açacağıq. Gəlin ilk olaraq bir fundamental məsələni anlayaq. İşıq sadəcə otağı aydınlatmaq, görməyimizə kömək etmək üçün deyil. O, bizim əhval-ruhiyyəmizə, komfortumuza, bir sözlə bir məkanda özümüzü necə hiss etdiyimizə birbaşa təsir edən çox güclü bir alətdir. Baxın, bu sitat hər şeyi necə də gözəl izah edir. Bu, demək olar ki, interyer dizaynın qızıl qaydasıdır. Düzgün işıq olmasa, ən bahalı, ən zövqlü interyer belə cansız və soyuq görünə bilər. Yəni, işıq sadəcə bir detal deyil, dizaynın ürəyidir. Yaxşı, bəs bu düzgün işıqlandırmanı necə yaradaq? Sir, bir dənə güclü lampada deyil, əslində işıq qatları yaratmaqdadır. Gəlin görək, bu prinsip necə işləyir? Hər şey 3 sadə qatdan ibarətdir. Birincisi, əsas işıqlandırma. Bu, otağın ümumi aydınlığını təmin edən adətən tavandakı əsas lampadır. Sonra gəlir əlavə işıqlandırma. Məsələn, kitab oxumaq üçün bir künc və ya iş masası kimi konkret sahələri hədəf alır. Və nəhayət, üçüncüsü, dekorativ işıqlandırma. Bu artıq sizin imzanızdır. Bir rəsm əsərini, bir bitkini vurğulayaraq məkana xarakter və dərinlik qatır. Qatları anladıq, indi isə gəlin alətlərimizə, yəni lampaların özünə keçək. Düzgün lampanı seçmək əslində düşündüyünüzdən daha asandır və iki əsas amilə diqqət etməlisiniz. Texnologiyasına və yaydığı işığın temperaturuna. Gəlin bu cədvələ baxaq. Hər şey o qədər aydındır ki, köhnə tipli lampalar çox enerji sərf edir və tez sıradan çıxır. Fluoresentlər biraz daha yaxşıdır, amma əsl inqilab LED texnologiyasıdır. LED lampalar həm çox az enerji sərf edir, həm də illərlə işləyir. Bu həm cibinizə xeyirdir, həm də illərlə rahatlıq deməkdir. Yəni, bir sözlə əsl qazan-qazan vəziyyətidir. İndi gəldik işin ən maraqlı, bəlkə də ən sehirli hissəsinə. İşığın rəngi və ya temperaturu. Bu, Kelvin şkalası ilə ölçülür və otağın atmosferini inanılmaz dərəcədə dəyişə bilir. Bu sadəcə texniki bir rəqəm deyil, desək ki, bu hisslərin fizikasıdır, yanılmarıq. Təsəvvür edin, soldakı isti işıq, axşamüstü günəşin o yumşaq qızılı parıltısı kimidir. Sakitləşdirir, rahatladır. Qonaq otağı və ya yataq otağı üçün bundan yaxşısı ola bilməz. Sağdakı soyuq işıqsa, əksinə, səhərin gümrahlığıdır, bulutsuz bir günün aydınlığıdır. Enerji verir, diqqəti cəmləməyə kömək edir. Mətbəx və ya ev ofisi üçün mükəmməl seçimdir. Əla lampalarımız var, temperaturunu da seçdik. Yaxşı, bəs indi nə etməli? Əlbəttə ki, onları düzgün yerləşdirməli. Unutmayın, strateji yerləşdirmə olmadan ən bahalı, ən keyfiyyətli işıqlandırma belə öz effektini itirə bilər. Budur sizə bir neçə sadə, amma çox təsirli qayda. Birincisi, əsas işığı, yəni çilçırağı mərkəzə yerləşdirin ki, işıq bərabər yayılsın. Niyə? Çünki kəskin, xoşagəlməz kölgələrin yaranmasını istəmirik. İkincisi, əlavə işıqları birbaşa funksional zonalara yönəldin. Kitab oxuduğunuz kreslonun arxasına, yemək masasının üstünə. Üçüncüsü isə dekorativ işıqla oynayın. Gözəl bir rəsmə və ya divardakı kərpiç toxumasına yönələn bir işıqla möhtəşəm bir fokus nöqtəsi yarada bilərsiniz. Və indi gəldik mənim ən sevdiyim hissəyə, üsluba. Heç vaxt unutmayın, işıqlandırma cihazı, yəni o çilçıraq, o torşer sadəcə işıq vermir. O, otağınızdakı bir heykəldir. O, sizin zövqünüzü, sizin üslubunuzu əks etdirir. Minimalizm deyəndə nə başa düşürük? Az, daha çoxdur fəlsəfəsi. Hər şey sadə, təmiz və funksionaldır. Burada işıqlandırma cihazları da sadə, həndəsi formalara, təmiz xətlərə, ağ, qara, boz kimi neytral rənglərə malik olur. Məqsəd diqqəti yayındırmadan sakit və harmonik bir məkan yaratmaqdır.
Amma bəlkə də siz biraz daha cəsarətli, biraz daha xam bir tərz istəyirsiniz, o zaman loft üslubu tam sizlikdir. Təsəvvür edin, çılpaq Edison lampaları, qara metal detallar, şüşə və mis kimi materiallar. Bu üslub mükəmməl görünməkdən çəkinmir və məkana çox güclü sənaye xarakteri qatır. Və əlbəttə ki, heç vaxt əbdən düşməyən klassika. Gözünüzün qabağına gətirin, o möhtəşəm büllürçü çıraqları, parıldayan detalları. Bu üslubda işıqlandırma sadəcə bir funksiya deyil, o otağın tacıdır. Məkana dərhal bir zənginlik, təntənə və zəriflik hissi bəxş edir. Beləliklə, bütün yolu gəldik, işıqlandırmanın əhəmiyyətini anladıq, 3 qat prinsipini öyrəndik, düzgün lampaları seçdik, yerləşdirdik və hətta üslubumuzu da tapdıq. İndi ən vacib məqam gəlib çatıb. Bütün bu bilikləri götürüb real həyatda tətbiq etmək. Əgər bugünkü söhbətimizdən bircə şey yadda saxlamaq istəsəniz, o da bu olsun. İşıqlandırma sadəcə görmək üçün deyil, hiss etmək üçündür. O, eyni zamanda həm praktik bir zərurət, həm də evinizin emosional atmosferinin memarıdır. Yaxşı, bəs siz bütün bu yeni bilgilərlə silahlanıb, ilk olaraq evinizin hansı otağına yeni bir nəfəs, yeni bir işıq verməyi düşünürsünüz? Qonaq otağınıza biraz istilik qatmaq, yoxsa iş güncünüzə biraz enerji vermək? Seçim sizindir. Tətbiq etməyə başlayın.